İdman vərdiş deməkdir Könül xanım. Aha. Və bayaq dedinizdə təkrar. Təkrar olmasa, məsəl üçün bir zərbiyə mən deyirəm ki, idmançıya gedir, bütün məşqçilərimiz də məni təsdiqləyər. İzləyən bütün Azərbaycan boks məşqçilərini, Azərbaycan idmançılarını salamlayıram və xüsusən də işlədiyim boks federasiyasının məşqçilərini, idmançılarını salamlayıram. İdman Könül xanım vərdiş deməkdir. Yəni bir zərbəni dəfələrlə 1000 dəfə, 2000 dəfə zərbəni atdırırsan ki, idmançının əli o formaya gəlməyə görə. İdman vərdiş deməkdir, təkrar deməkdir. Aydındır. İnsan təşəkkür etməyi də bacarmalıdır. Əgər sizə sual versəydim, əgər yox, elə sizə sual verirəm. Siz kimə təşəkkür edərdiniz ki, siz Samir Həsənov kimi Azərbaycanda tanınan bir idmançı oldunuz? Könül xanım, sizin efir vasitəsilə təşəkkür edirəm dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev cənablarına. Təşəkkür edirəm məni boya başa gətirən, mənə tərbiyə verən atam Qəzənfər müəllimə, anama. Buradan təşəkkür edirəm yaşadığım, doğulub boya başa çatdığım Yardımlı rayonuma, cəmaətimə. Buradan təşəkkür edirəm Gənclər İdman Nazirinə, Gənclər İdman Nazirliyinin kollektivinə. Buradan təşəkkür edirəm hal-hazırda çalışdığım Boks Federasiyasının rəhbərliyinə, Boks Federasiyasının kollektivinə, Respublika Kompleks İdman Məktəbinin rəhbərliyinə, kollektivinə və nəhayət öz təsis etdiyim Ramil Səfərov adına Cənub İdman Klubunun fəxri prezidenti Ramil Səfərova, Cənub İdman Klubunun rəhbəri prezidenti Nurlan müəllimə və bütün kollektivə təşəkkür edirəm. Və Dünya TV. Bizi ən əsası da bizi işıqlandıran, bizi tanıdan Dünya TV-nin rəhbərliyinə, Dünya TV-nin bütün kollektivinə və Könül xanım. Çox sağ olun. Əsas dedikdə, yəni o təşəkkürlərin içində çox sevindim ki, bizə də yer ayırdınız. Təşəkkür edirəm. Çox sağ olun Səmir. Minnətdaram, dəvətimi qəbul etdiniz, bugünkü efirimizdə oldunuz, iştirak elədiniz. Səmimi bir söhbət etdik sizinlə. O bəzi məqamlara toxunduq, hansılar ki, o